أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم محمد رسول الله والذين معه أشداء على الكفار رحماء بينهم تراهم ركعا سجدا يبتغون فضلا من الله ورضوانا سيماهم في وجوههم من أثر السجود ذلك مثلهم في التوراة ومثلهم في الإنجيل كزرع أخرج شطأه فآزره فاستغلظ فاستوى على سوقه يعجب الزراع ليغيظ بهم الكفار وعد الله الذين آمنوا وعملوا الصالحات منهم مغفرة وأجرا عظيما صدق الله العلي العظيم. Bağışlayan və mehriban Allahın adı ilə xoş gördük əziz tamaşaçılarımız mənəviyyat dolu Ramazan ayının 4-cü günündə. Bugün də yenə həm studiyamızın dəyərli qonağı, dəyərli ilahiyyatçı ilə gözəl söhbətlərimiz olacaq, mənəvi söhbətlərimiz olacaq. Eyni zamanda xüsusi reportajımız olacaq və bizi izləməyi unutmayın. Yəni verilişimizi sona qədər izləyin. İnşallah ki, bugünkü verilişimiz də digər verilişlərimiz kimi sizin üçün çox maraqlı və önəmli olacaq. İstəyirəm studiyamızın qonağını sizə təqdim edəyəm. Paytaxt Tbilisiyə yaxın bizim Poniçala qəsəbəsinin Əhl-i-Beyt məscidinin axundu və eyni zamanda dəyərli ilahiyyatçımız Hacı Rahid Kərimov. Xoş gəlibsiniz Hacı. Təşəkkür, Allah razı olsun. Bu mübarək ayda bütün oruç namazlarınız, ibadətləriniz, iftarlarınız adi dərəcədə qəbul olsun inşallah. Təşəkkür edirik. Çox sağ olun əvvəlcə dəvətimizi qəbul edib gəldiyiniz üçün. İstəyərdik əvvəlcə bir sizin bölgə, yəni bizim bölgədən biraz uzaqdır və o bölgədə Tbilisi ətrafında və Tbilisidə olan təəssüratlarınızı alaq. Ramazan ayının ilk günlərini yaşayırıq və bu günlərdə hansı təəssüratlar var, hansı tədbirlər görülür, hansı mərasimlər keçirilir və ya nələr planlaşdırılır bir qısa məlumat verərdiniz. Bağışlayan və mərhəmətli Allahın adı ilə mən mübarək günün saatlarında əziz tamaşaçıları salamlayıram və sizə də xüsusi təşəkkürümü bildirirəm. Gözəl mənəvi proqramı düzəldibsiz, insanlar faydalanırlar və bizi də bura dəvət elədiyiniz üçün xüsusi təşəkkürümüzü bildiririk. Mübarək Ramazan ayı həqiqətən bərəkət dolu, məğfirət dolu bir aydır. Allah Teala bu ayın bərəkətini insanların qəlbinə salır və insanlar onu yaşayışında görürlər. Mən yadıma gəlir, əvvəllər mübarək Ramazan ayı bu qədər təntənəli şəkildə deyil idi. Öz bölgəmizi götürək, çox barmaq sayı qədər insan oruç tuturdu. Amma indi bu günlər baxsaq çox sevindirici haldır ki, Allah Teala insanların qəlbini o mənəviyyətə salıb, artıq
Bu bir ənənə şəklinə düşüb. Məsciddə iftar verirlər. Demək olar ki, gündəlik iftarlar neçə ildir mütəmadi davamlı olaraq bu proqramı biz məsciddə həyata keçiririk. İnsanlar infaq eləyirlər Allah yolunda öz pullarından azuqa gətirirlər. Məsciddə 100-150 nəfərə qədər hər gecə iftar proqramımız olur. Abu-hava gözəldir, əlhəmdülillah. Evlərdə də xəbərini eşidirik və gedirik bəzi vaxt qonaq oluruq, görürük ki, ailələr də hamısı birlikdə, ailə üzvləri hamısı oruc olurlar, gözəl iftar süfrələri açırlar. Ramazan ayının hökmlərini soruşurlar, maraqlanırlar. Bu bizim üçün çox sevindirici haldır ki, insanlar Allah Taala'nın buyurduğu əmrə tabe olurlar və bu əmrə də sevə-sevə tabe olurlar. Allaha həmd olsun. Xüsusən bizim ölkəmiz, bizim Cənubi Qafqaz ölkələri belə deyək də uzun illər Sovet rejiminin təsiri altında olub və buna görə məcbur dini ayinləri istədiyi kimi keçirə bilmirdilər və bu da əlbəttə ki, dini ayinlərin unudulmasına gətirib çıxarmışdı. Bu gün bunların yenidən bərpa olunması, təbii buna bir vaxt lazım idi, zaman lazım idi. Bu gün artıq belə deyək, siz deyən kimi yaxşı nəticələr artıq görünür ki, insanlar öz dini, mənəvi adətlərinə, ənənələrinə sahib çıxırlar və geri dönürlər. Hazır bu dəqiqələrdə artıq azan vaxtıdır. İnşallah əzanı dinləyək və daha sonra yenidən studiyamıza qayıdaq. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la أشهد أن لا إله إلا الله أشهد أن محمدًا رسول الله أشهد أن محمدًا رسول الله أشهد أن عليًّا ولي أشهد أن عليًّا ولي الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح حي على خير العمل
Bəli, əziz tamaşaçılarımız, əzanı dinlədik. Allah bütün oruc ibadətlərinizi qəbul eləsin. İnşallah yenidən studiyamızda verilişimiz davam edir və dəyərli alimimizə növbəti sualımızı ünvanlamaq istəyirik. Hacı, Ramazan ayı müsəlmanlar üçün hansı mənəvi və ruhi fürsətlər yaradır ki, yəni biz bu fürsətləri qaçırmamalıyıq, bundan düzgün yararlanmalıyıq? Mübarək Ramazan ayı adından da bəllidir ki, çox bərəkətli aydır. Bu ay Allahın Quran-ı Kərimdə xüsusi qeyd elədiyi aydır. Bu ay fürsətlərlə doludur. O qədər mənəvi fürsətlər var ki, Allah Taala bizi təşviq eləyir o fürsətlərdən istifadə eləməyə. Fürsət ən başlıcası insan öz nəfsini islah eləməlidir. Bu ən böyük fürsətdir mübarək Ramazan ayında. Nə cür islah eləməlidir? Allah Taala bəzi vaxt insan pis vərdişlərə düçar olur. Öz aləmində elə düşünür ki, məsələn mən bu vərdişi tərcəyə bilmərəm. Çox mümkünsüz bir şey. Amma Allah rızasına oruç tutduğu zaman müəyyən vaxt çərçivəsində öz nəfsinlə mübarizə aparır. Bu bir fürsətdir ki, Allah insana başa salır ki, sən özünlə məşğul ola bilərsən. O pis vərdişlər ki, həyatında səni özünə bulaşdırıb, aludə eləyib, sən ondan uzaqlaşa bilərsən. Bu sənə nümunəsi. Və yetər ki, istə. Bəli, yetər ki, sən istə. Sən istəsən bu baş tuta bilər. Əlbəttə, şeytan Quran-ı Kərimdə and içib, deyir, mən insanları son nəfəsinə qədər azdıracam. İnsan məyus olur. Allah Taala bu ayda insana fürsət verir ki, sən öz nəfsini islah elə. 11 aydır bəndəçilikdən qaçıbsan, bu ay mənə doğru gəl. Allahın böyük fürsətidir. Allah Taala bu ayda sanki Peyğəmbərimiz hədisdə buyurur, deyir, Allah bütün rəhmət qapılarını insanların üzünə açıb, cəhənnəmin qapıları bağlıdır, şeytanın qolları zəncirlidir. Bu bizə ümid verir. Allah Taala buyurur, ən böyük fürsətdir. Fürsətdir insan özünü tanıya, öz nəfsindən mübarizə apara, özünü təftiş eləyə. O pis xüsusiyyətlər ki, onda var, onlardan mübarizə aparmaq yolları düşünə. Sonra böyük fürsət budur ki, Quran oxumaq böyük fürsətdir bu ayda. Bilirsiniz ki, Peyğəmbərimizin Şəbaniyyə xutbəsində əziz Peyğəmbərimiz buyurur ki, bu ay digər aylardan fərqlidir neçə cəhətdən. O cəhətdən biri də Quranın tilavətidir. Bu ayda Allahın buyurduğu Quranın ayələrinin bir ayəsinin oxunuşu sanki bir xətm qədər savabı var. Allah Taala bizi bu cür təşviq eləyir ki, Quranla ünsiyyətinizi bu ayda çoxaldın. Niyə? Bəzi tamaşaçılarımız elə başa düşər ki, yalnız ərəbcədən söhbət gedir. Fərq eləmir. Tərcüməsi, təfsiri, Quranla ünsiyyət. Sən bu qanun kitabından ünsiyyətdə ol. Bu qanun kitabını aç bir səhifələ, bir vərəqlə. Ancaq evin taxtçasında bir köşədə qalmasın, maşınında asılı qalmasın, cibində səni qoruyan bir qoruyucu vasitə kimi görməyəsən. Açasan içərisini oxuyasan, orada başa düşəsən Allah Taala bu qanundan bizə nə buyurur, hansı buyruqlar var. Quranla ünsiyyət. Allah Taala da bizi təşviq eləyir, buyurur ki, bir ayə tilavətin bir xətm qədər savabı var. Yəni insan bu ayda ən böyük fürsətdir ki, insan Quranla ünsiyyətdə olar. Çünki bu ayda Quran nazil olub. Bu ayın bir müqəddəs gecəsi var ki, o gecədə Quran nazil olub. Ona görə də böyük fürsətdir insan bu ayda Quranla ünsiyyətdə ola. Başqa bir fürsət budur ki, bu ayın ehsanı neçə bərabərdir. Bu hədislərdə oxuyubsuz, tamaşaçılarımız da yəqin ki, izləyiblər, dinləyiblər, bilirlər. Bu ayın bir iftarın o qədər savabı var ki, Peyğəmbərimiz iftar haqqında danışarkən səhabələrdən biri sual edir, ya Rasulallah, mənim o qədər imkanım yoxdur iftar verməyə. Əziz Peyğəmbərimiz buyurur, hətta bir xurma dənəsi miqdarında siz iftar verin ki, bu infaqın savabından geridə qalmayasınız. Bu bir fürsətdir bizə. Biz bəzi vaxt elə düşünürük ki, Allah yolunda xərc eləyirik, amma həqiqətə qazanırıq. Bir xurma dənəsinlə Allah nələr əta eləyir insana. Bu böyük bir fürsətdir. Növbəti fürsət belə deyə bilərik ki, insanlara yardım eləmək. Bir fürsətdir də bu ayda Allah Taala deyir, paylaşın da, infaq eləyin malınızdan, iftar verin, yetimlərə yardım eləyin, insanlara dəstək olun və bilin,
bu aydakı dəstəyiniz və infaqınız digər aylardakı dəstək və infaqla çox fərqlidir. Çünki savabı qat-qat yüksəkdir. Bunlar hamısı bir fürsətdir ki, insanda həm təşviq yaradır, həm də bir fürsətdir. Allah Taala bir süfrədir, sərif. Deyir, ey möminlər, ey müsəlmanlar, gəlin bu süfrənin ətrafında əyləşin, bu süfrədən yararlanın və faydalanın. Xoş adamın halına ki, bu fürsətləri dəyərləndirir. Allah bizə tövfiqat versin. Mübarək Ramazan ayının gələn günlərində də bu fürsətlərdən layiqli şəkildə istifadə edə bilərik. Doğrudan dediyiniz kimi bu ayda bir süfrə açılıb və o süfrədən həqiqətən kim nə götürdüsə, o onun qazancıdır. O süfrəni biz mənəvi baxımından deyirik də, belə deyək, misal olaraq deyirik. Yəni kimsə o yemək süfrəsi kimi anlamasın. Yəni mənəvi cəhətdən bu süfrədən kim yararlandısa, nə xoş onun halına. Növbəti sualımız var Hacı. Quran-ı Kərimdə orucun təqvaya çatmaq üçün vasitə olduğu bildirilir. Təqva anlayışını bir çox insanlar da bəlkə də fərqli anlayır. Fəlsəfi baxımından bunu necə izah etmək olar? Yəni insanlarımızın həm fəlsəfi baxımından deyək, həm də elə insanların başa düşdüyü tərzdə, daha geniş kütlənin anladığı tərzdə deyək, izah edək. Sual çox gözəl sualdır, amma sualı çox geniş şəkildə, yəni tozih vermək lazımdır. Biraz lakanik eləyək, biz sual özü geniş sual. Bəli ki, ta dinləyicilər bir həddə onu düşünə bilsinlər. Mən belə deyərdim ki, əvvəl təqva nədir? Bunu əziz tamaşaçılarımıza açıqlayaq. Təqva nədir? Allah Taala təqva haqqında Quranda çox danışır da. Deyir ki, təqvalı olun, təqvalı olun. Hətta cümə namazlarında da İmam Cümə deyir, özümü və sizi Allahın təqvasına dəvət edirəm. Təqva belə deyək də səadətin bünövrəsidir. İnsan səadətinin bünövrəsi təqvadır. Həm bu dünyada, həm axirətdə. Biz bəzi vaxt elə düşünürük ki, təqva yəni ancaq axirət üçündür. Xeyr, təqva elə bu dünyada üçündür. Təqva nədir? Təqvayı belə başa salım da, qısa tozihdən belə qısa açıqlamadan deyim ki, təqva görürsən maşında bəzi qoruyucu sandıqlar var. Onlar maşının bəzi hissələrində yerləşdirilir. Onun bir işi yoxdur. O ancaq və ancaq maşın qəziyə uğradığı zaman, bir maşına çarpıldığı zaman, harasa dəydiyi zaman o sandıqdan bir müəyyən şar çıxır və insanı xilas edir. Yəni insan xətər almasın, ölməsin, ziyan insana yetişməsin. Belə deyərdim ki, misal olaraq təqva budur. Və insan onu öz daxilində icad eləməlidir. Yəni Allahla əlaqədə yaranır da, məsələn, Allahı şahid və nazir bilməlidir. Təqva budur. Günah yetişdiyi zaman təqva insanı günahdan qoruyur. Təqva insan təqviyyət eləyir öz daxilində, amma günahla üzləşdiyi zaman o açılaraq sanki insanı qoruyur. İnsan Allahı şahid və nazir bilir. Başqa bir misalla desək, təqva sanki insanın daxilinə quraşdırılmış bir durbindir. İnsan bəzi vaxt bir durbin olmayanda kamera deyək də, bir kameranın altında insan özünə çəki düzən verir ki, burada kamera var, məni çəkir, kimsə baxır. Amma kamera olmadığı zaman insan öz rahat, sərbəstdir. Bu sanki deyirsən daxilində bir dənə kamera var. Bilirsən ki, o səni izləyir da. İki mələk çiynindədir. Biri yaxşılığı yazır, biri pisliyi yazır. Allah nəzəri üzərindədir. Allah nəzəri həmişə səninlədir. Təqva budur ki, Allahı hər yerdə, istər xəlvətdə, istər aşkarda, şahid və nazir biləsən. Ramazan ayının orucu da Allah Taala Qurani Kərimdə buyurur, deyir ki, bu oruc bu orucu tutun, bəlkə siz təqvalardan olasınız. Təqvalarınız. Yəni bu Ramazan ayının orucu təqvanın dərəcəsinə kömək edir. Bəs orada bəlkə nəyə işarə edir? Yəni ola bilməmə ehtimalı da var. Yəni belə çıxır ki, yəni oruç tutarsınız amma digər məsələlərə riayət etməzsəniz, təqva məsələsindən kənar mı qalarsınız demək istəyir? Bu bəlkə içərisində çox söz var. Bəli, bəlkə içərisində çox söz var. Mən qısa deyim, bəlkə yəni digər əməllər birlikdə
orucunuz da kamil olsa, Allah istəyən oruc olsa, bəlkə sizə nicat verər. Çünki cəmiyyətdə oruç tutan çoxdur. Allah hamının orucunu qəbul eləsin. Orucun qayda qanunları var, bir fiqhi hökmü var, bir mənəvi hökmü var. Bəzi insan fiqhi hökmünə riayət eləyir. Su içmir, yemək yemir, digər o haram buyurulan şeylərdən özünü qoruyur, amma mənəvi nöqteyi nəzərdən insan özünü qoruya bilmir. Qulağı qeybət eşidir, gözü günahdan məşğuldur, dili qeybət, böhtan, töhmət, hər nə danışır. Sanki elə bil bunun bir dənə ac qalma məsələsi var. Digər başqa bir məsələ buna aid deyil. Bunlar hamısı toplum yığsaq, bunlar hamısı oruca effekt verir. Orucun çəkisini qaldırır, kamilləşdirir. Orada deyir ki, oruç tutun, bəlkə təqvalardan olasınız. Təqva insan həyatının özəyi və əsasını təşkil eləyir. Allah bizi təqvalardan qərar versin. Heç zaman təqvanı bizdən almasın. Təqva çünki bizim həm bu dünyamızı, həm də axirətimizi abad eləyir. Bu dünyamızı da abad eləyir. Niyə bilirsinizmi? Bir insan digər insanın malını uğurlayır. Əgər qəlbində bir təqva olsa, onu uğurlayası deyil, deyir məsələn, Allah görür. Həm də onun malı amanda qalır. Bu da düz insan kimi cəmiyyətdə tanır. Bəs demək, bu dünyasında da insanın bir xeyri var təqvanın. Düzdür. Hacı, bir çox hallarda biz müşahidə edirik ki, Ramazan ayında daha çox insanlar ibadətə üstünlük verir. Təbii bu belə də olmalıdır. Məscidlərə gedirlər, oruç tuturlar, belə deyək, mənəvi məclislərdə iştirak edirlər. Amma Ramazandan sonra aylarla nə məscidə gəlmirlər, üst tutmurlar, nə mənəvi məclislərdə olmurlar. Yəni, belə deyək, ibadətlərdən demək olar ki, yavaş-yavaş soyurlar. Bunun səbəbi nədir və ümumiyyətlə bunu necə izah edə bilər insanlar belə etməsinlər və nələr etməlidirlər ki, bu hal yaşanmasın? Ramazan ayında insanların məscidə üz gətirməsi, mənəvi ab-havanın çoxalması, ehsanların çoxalması, dəvətlərin çoxalması, infaqların çoxalmasının səbəbi təbii Allah Taala'nın buyurduğu təşviqin sayəsindədir ki, belə deyək də Allah Taala bir aksiya elan eləyir, məğfirət aksiyası ki, gəlin, kim nə qədər çox istifadə elədirsə, bir o qədər faydası çox. Görürsən, bəzi vaxt məsələn mağazinlərdə aksiya vururlar, müştərilər dəvət eləyirlər, hamı çalışır, cəhd eləyir ki, oradan çox nəsə alsın ki, bir faydası olsun, bir qazanc əldə eləsin. Ona görə insanlar o mağazinə çox üz tuturlar. Aksiya qutarandan sonra görürsən, təbii müştərilərin sayı da azalır. Bu ay da belədir. Allah Taala insanların bilir axı, insanların xüsusiyyətini, bizim yaradanımızdır o. Ona görə də aksiya elan eləyir. Ona görə insanlar bu aksiyadan maksimum dərəcədə yararlanmaqdan ötəri hər bir əllərindən gəldiyi miqdarda o xeyir işdə istəyirlər yer tutalar. Amma əfsus olsun ki, Ramazan ayı sona çatandan sonra sanki insanlarda yenə bir sorğunçuluq yaradır. Yavaş-yavaş insanlar belə deyək də, o eşq insanda azalır, o ab-hava azalır. Allah Taala görürsə, ona görə 11 aydan sonra bir dəfə yenə Ramazan ayını gətirir ki, o səni ruhunu yeniləsin ki, sən ta solub, belə deyək də, daha belə həlak olanda Ramazan ayı gəlir, sən dadına çatır, da səni 11 ay yenidən kömək eləyir ki, sən mənəvi nöqteyi nəzərində deyirsən. Amma tövsiyəmiz budur ki, müqəddəs Ramazan ayında ki, bu qədər özünüzdən məşğul olursunuz, nəfsinizdən məşğul olursunuz, Allahdan Qədr gecəsində bir istək istəyin. Allah Taala'dan istəyin ki, Pərverdigara, bu gecə mənim taleyim həll olur. Mən bilmirəm, gələn ilin müqəddəs Ramazan ayında mənim ömrüm var, yoxsa mənim ömrü payım yekunlaşıb. Bir də istəyəsən, ilahi, mənim gələn ilin Ramazan ayına qədər imanımda, təqvamda, itaətimdə, sabit qalmağımda özün mənə yardım elə. İnsan bu atmosferi özündə yaradır və həmişə mütəmadi bu Ramazan ayında bunu Allahdan istəyə. Dualarının birində bol ki, ilahi, nə cür eşqdən gəldim bu qapıya, nə cür eşqdən məscidə gəlirəm. Bəzi insanlar var, siz cəmiyyətdə görübsünüz, onlar ancaq Ramazan ayında gəlirlər məscidə. Sanki Ramazan ayı bitəndən sonra da bunlar məsciddə daha yoxdular. Onlar gərək bu ay çox ayında gəlirlər. Bəli. Allahdan istəyirlər ki, ilahi, onlara
bizə kömək elə, bizə yardım elə ki, bu eşq həmişə bizim qəlbimizdə olsun. Məscid eşqi, imanda olmaq, namazı əvvəl vaxtında qılmaq, düz insan olmaq, cəmiyyətdə düz yaşamaq, insanlara faydam toxunacaq bir insan şəklində yaşamağa Allah bizə yardım eləsin. Hər kəs gərək özünü islah eləyəndə bu duayı da Allahdan istəyir. Təbii şeytan da ortada vardı, insanları imandan uzaqlaşmağa çalışır, vəsvəsə eləyir, o da var, o da qaçılmazdır. Gərək hər insan öz həyatında üzərində düşünəsinə. Hacı, ümumiyyətlə bir çox bizim insanlar elə düşünə bilərlər ki, oruç tutmaq yalnız müsəlmanlara vacib buyurulub. Ümumiyyətlə xristianlarda, başqa dinlərdə orucla bağlı müqəddəs kitablarda, hədislərdə nələr əmr olunur, nələr buyurulur və ya varsa onun qaydaları nə cürdür? Bir qısa buna nəzər salardı. Bəli, gözəl sualdır, faydalı sualdır. İnşallah çalışacağam qısa cavab verim ki, faydası olsun. Oruç pərhizdir da, bilirsiniz. Pərhizin müəyyən faydaları var. Bu pərhiz ancaq və ancaq İslamda deyil. Digər asimani dinlərdə də pərhiz sifarişi Allah tərəfindən əmr olunubdur. Bunu hardan deyirik? Bunu Allah Teala Bəqərə surəsinin 183-cü ayəsində buna işarə eləyir. Buyurur ki, Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amanu kutibe aleykumus-siyam kema kutibe alellezine min qablikum. Ey iman gətirənlər, sizə oruç tutmaq yazıldı. Yəni sizə oruç tutmaq vacib olundu. Necə ki sizdən öncəkilərə də vacib olmuşdur. Bizdən öncəki kimdir? Kimə işarə eləyir? Allah Teala istəyir bizdən öncəki dinlərdə də, asimani dinlərdə də orucun olmasına işarə eləsin. Ki orada da oruc var imiş. Sadəcə orucun forması başqa şəkildə imiş. İslam dini bunu təkmilləşdirdi. Təkmilləşdirdi və biraz formasını dəyişdi. İndi biz baxırıq xristianlarda da müəyyən pərhiz günləri var. Bəli. Hətta maraqlı budur ki, nəinki asimani, qeyri-asimani dinlərdə də pərhiz günləri var. Çünki pərhiz bəzən islah eləyir də insanı. Bəzi vaxt insan bir haram tikə yediyi zaman hədislərdə buyurulur ki, 40 gün sən özünü qoru. Da məsələn, tövbə elə. 40 gündə insan islah olur. Hətta heyvanlar var, əti halal olan heyvanlar. Birdən gedib məsələn toyuq getdi, bir dənə haram nəcis yedi, bir nəcis yedi. Bu nə idi? Bunu gərək, bunun istibrası var da. Bunu gərək salasan, bir neçə gün damdan buraxmayasan, ona yəni o bədənindən təmizlənər. Bu təmizlənməkdir də. Bu bəzi vaxt insan bətin, qarın o qədər bilmirsən, yeyir, insan şübhəli yeməklərdir və yaxud bəzi yeməklər ki, sən onu yeməməlisən, yeyibsən. Həm insan orqanizmasına, həm də mənəvi nöqteyi nəzərdən insan gərək ehtiyacı var pərhizə. Ona görə Allah Teala nəinki İslam dinində, bütün dinlərdə bu pərhizi vacib buyurmuşdur. Sadəcə şəkilləri fərqlidir. Bildiyim qədərilə xristianlarda yağlı yemək olmaz, ət deyəsən. Xristianlarda bəli, fərqlidir. Fərq bunda ki, onlar ət yeməyi yemirlər, digər bitkidən olan yeməklər. Yüngül yeməklər yeyirlər ki, hansı ki, insan səhhətinə çox təsir etməsin deyə. Hacı, mən təşəkkür edirəm. Hələ verilişimiz davam edir. Bir şeyi tamaşaçılarımızın diqqətinə çatdıraq ki, bu günlərdə sizin məscidin təşkilatçılığı ilə paytaxt Tbilisidə bir aksiya keçirilib. Ramazan ayının gəlişi ilə bağlı gənc xanımlar gürcülərə və ya digər millətlərə gül paylayıblar. Gəlin həmin o reportajı izləyək. Daha sonra onun barəsində də sizdən bir məlumat istəyərik. Əziz tamaşaçılarımız, həmin reportajı indi sizə təqdim edirik. Yenidən studiyamıza qayıdacağıq.
Bəli, əziz tamaşaçılarımız, gördüyünüz kimi gözəl bir reportajı izlədik. Yenidən studiyamızda verilişimiz davam edir. Hacı, bu məscid tərəfindən təşkil olunan və bu aksiyanın səbəbini, mahiyyətini izah eləyərdiniz. Bunu təşkil etməkdə əsas məqsəd nə idi? Biz Gürcüstanda yaşayırıq, bildiyiniz kimi. Burada tək biz deyilik, burada Gürcü cəmiyyəti də var, həm vətəndaşlarımız var. Onlar da bəzi vaxt gərək bizim dinimizin dəyərlərindən bir məlumatlanırlar. Bu aksiya bizim neçə illərdir məscid tərəfindən baş tutur. Şükür olsun, bu il də Allah bizə bir daha fürsət verdi, tövfiqat verdi. Məscidə gələn az yaşlı tələbələrin gözəl İslami geyiniş, libas tərzində o cür hədiyyələri paylaması və onun içərisində də bir məlumat mesajı var. Bu bizi sevindirir. Hətta çox maraqlıdır. Gürcü cəmiyyəti bunu alqışlayaraq qəbul edirlər. Çox da maraqlı gəlir bunlar üçün, maraqlanırlar. Bu bizə yetərlidir ki, onlar maraqlansınlar ki, bu gün nə baş verib? Bizim belə əzəmətli ayımız daxil olub. Biz istəyirik ki, onlara da bir məlumat çatdıraq ki, bizim müqəddəs Ramazan ayımız daxil olubdur. Bu ünvandadır. Əlhamdülillah, Allah qəbul eləsin. Zəhmətlərini, dostlar zəhmət çəkirlər bu sahədə. Hər il, bu ildə çox gözəl bir izlədiyiniz, gördüyünüz gözəl kadrlar var idi. Əlbəttə, o kadrların bir hissəsidir. Çox maraqlı hissələri də var idi ki, onları yerləşdirməyiblər. Çox gözəl qarşılanır. Çünki biz bunu təcrübə eləmişik dəfələrlə, çox faydalıdır. Elə artıq məlumat alırlar ki, bugün Gürcüstanda yaşayan müsəlmanlar hansı bayramı qeyd edir, hansı günü qeyd edirlər və ümumiyyətlə Ramazan ayı nədir və Ramazan ayı insanlara nəyi aşılayır, bir mədəniyyət aşılayır. Yəni, o bir dənə indi ola bilər insanlar belə baxar deyər ki, orada nə var ki, bir gül təqdim edib, bir nə bilim hədiyyə təqdim edib, amma o hədiyyənin, o gülün özü bir mədəniyyətdir və bir mədəniyyəti aşılayır. Bir xanıma ki, o təqdim olunanda o öz-özünə sevinir. Bu nə gözəl şeydir. Durduğum yerdə mənə bir hədiyyə verirlər. Bu nə mədəniyyətdir? Hətta orada bir maraqlı hadisə baş vermişdi. Dostlar tərif edir. Orada bir gül satan qadın var idi parkda. Gəldi ki, bu nə məsələdir? Mənim güllərim qaldı. Siz pulsuz gül paylayırsınız. Hətta orada bunlardan cəm şəkildə şəkil çəkdirənlər, maraqlananlar olmuşdu. O sevindirici haldır. Təbii, təbii. Hacı, əslində suallarımız çoxdur, amma mən baxıram ki, verilişimizin bir çox hissəsini artıq keçirdik. Bir suallarımızdan bəzilərini qısaltmaq istəyirəm. Ümumiyyətlə, oruç tutmayan, amma başqa ibadətlər edən insanlar da var. Bu ayın savabından onlar necə faydalana bilərlərmi? Yəni, oruç tutmur, amma istəyir ki, bu aydan hər hansı bir əməllə savab qazansın. Mümkündürmü belə bir ibadətlər? Özü ilk əvvəl insanlar oruç tutmamaqda bəziləri üzürlüdür, xəstədir, ya səfərdədir, ya qocadır, məsələn, ya bədəndə problemi var. Bu təqdirə layiqdir ki, bu ayı sayğıdan qarşılayır. Bəzi insanlar oruç tutmur, onun üçün fərq eləmir. Yəni, bu ayda Ramazan ayı gəldi, yəni oruç tutmuram, nə iş görüm. Bəzi insanlar bunu düşünür, özündə bir daxilində bir həyəcan var ki, müqəddəs Ramazan ayı gəlir, düzdür mən oruç tuta bilmərəm, nə iş görüm. Bu özü təqdirə layiqdir, bu hiss insanda təqdirə layiqdir. Deyərdim ki, o insanlar eləyə bilərlər, iftar versinlər insanlara, fəqirlərin evlərini ziyarət eləsinlər, bəli, fəqirlərin evlərini ziyarət eləsinlər, o kimsəsizlərə baş çəksinlər, ehsan işləri görsünlər, xeyir işlər görsünlər. Hətta bu ayda nə olsun oruç tutmursan, eləyə bilərsən, istiğfar eləyəsən, Allahdan bağışlanmaq diləyəsən, bu ayın gecələrindən istifadə eləyəsən, Qədir gecələrindən istifadə eləyəsən, ən azından gələsən Qədir gecələrində hüzur tapasan, Quran-ı Kərimi oxuyasan, açasan tərcüməsini. Bunlar yəni oruç tutmasa da bu işlərdən yəni biraz öz vicdanını rahatlaya bilər. İndi əlbəttə üzürlü olanlar məlumdur. Onlara da deyilir ki, sizin də üzrünüz var, siz də elə boş oturmayın. Bu ayın bəzi, məsələn, əməllərindən istifadə edin. Quran oxuyun, qəza namazlarınızı qılın, tövbə eləyin. Bu kimi şeyləri yerinə yetirsə yaxşıdır.
Təşəkkür edirik Hacı. Ümumiyyətlə, Ramazan ayında gecə oyaq qalmaq, biz bilirik, bayaq işarə elədiniz Qədir gecəsinə və xüsusilə sahura qalxmaq və ibadət üçün oyanmaq, bu kimi şeylər mühümdür, biz bilirik. Amma bəzi insanlar var, misal, deyir ki, mən heç sahura qalxmıram, mən dözürəm. Misal üçün, yemək yeməsəm də səhər, axşama qədər rahat oluram, heç bir problem yaşamıram. Ümumiyyətlə, bunun bir, belə deyək, həm şərri baxımından bir işğalı varmı, problemi varmı və ya mənəvi baxımından qalırsa daha yaxşı deyilmi? Bəli. Əlbəttə, şəri baxımdan müşkülü yoxdur, problemi yoxdur. İnsanların bədənləri fərqlidir. Bəzi insanlar var, səhər yemək yemədən axşam iftara qədər rahat dura bilirlər. Onun bir problemi yoxdur. Amma mənəvi nöqteyi nəzərdən bilirsiniz ki, gecənin ən pik həddi sübhün açılan vaxtıdır. Yəni gecənin ən zülməti sübhün dan yerinin sökülməsindədir. Bura deyirlər səhər. Bizim anlayışda səhər gün çıxana deyilir. Amma İslam anlayışında səhər o deyil. Səhər sübh namazından bir 10 dəqiqə qabağa deyirlər səhər. Səhər nədir? Səhər sehr sözündən götürülüb. Sehr nəyə deyilir? Sehr müəmmalı şeyə deyilir. O şey ki, içində müəmma var. İnsanlar bilmir dəqiq nə var. Nəsə bir hikmət var. Buna deyirlər sehr. Səhər müəmmalıdır. Bu vaxt müəmmalı vaxtdır. Niyə müəmmalı vaxtdır? Ümumiyyətlə, istər müqəddəs Ramazan ayı olsun, istər olmasın, səhərə xüsusi önəm verilib. Müqəddəs Ramazan ayında daha çox önəm verilib ki, səhər oyaq olun. O əziz bacı qardaşlarımız ki, oruç tuturlar, onlar heç nə yeməsələr də, ancaq elə bir səhər oyaq olub, bir stəkan su içsələr, yaxşıdır ki, o səhərin faydasını aparsınlar. O səhərin savabını qazansınlar, yuxuya qalmasınlar o zaman. Sübhdən 10 dəqiqə qabaq olur da, səhur vaxtıdır. Tövsiyə budur ki, mənəvi nöqteyi nəzərdən o səhərin o əzəmətli, mənəvi... Həm də deyirlər, duaların daha tez qəbul olan vaxtı. Ona görə də səhər vaxtı sehirdir da. Yəni, dualar qəbul olan vaxtdır, insanlar hacətləri qəbul olan vaxtdır. İnsan eləyə bilər, yemək yeməsə də o vaxt qalsın da, o vaxt qalmasın, savabı çoxdur. Yatıb qalmasın, heyifdir. Sonuncu sualım var, Hacı, bu ənənəvi bir sual etmişik artıq bunu din xadimlərimizə. Sizin üçün ən yadda qalan və təsirli Ramazan ayı hansı illərdə olubdur və bunları necə xatırlayırsınız? Mübarək Ramazan ayı çox mənəviyyatlı aydır, mənəviyyatla doludur. Həm günləri, gecələri. Mənim ən çox, belə deyək də, müqəddəs Ramazan ayında yadımda qalan bir səhnə olub. O yay ərəfələrinin qızğın vaxtını təsadüf eləyən zaman, müqəddəs Ramazan ayı. Bir dəfə çox güclü susuzluq üz verdi. Həqiqətən o qədər güclü susuzluq üz vermişdi ki, sanki əldən düşürdüm. O deyir, dilin, dodağın susuzlayanda Peyğəmbərin nəvəsi Kərbəlanın şahını yada sal. Bunu həmişə məhərrəmlikdə, moizələrdə oxuyuruq. Bunu mən praktik olaraq məhərrəmliyin o moizələri ki, danışırıq. Onu praktik olaraq əməli şəkildə Ramazan ayında onu yaşadım. Və indi əlbəttə o bizdə bir gün idi, keçdi, getdi. Bəzi vaxt təsəvvür edirsən, məsələn, Əbu Abdullah Hüseyn Kərbalada tək özü deyil, balaları susuz idi. Onu bizə dadızdırdı da mübarək Ramazan ayı və eyni zamanda cəhənnəm atəşini dadızdırır ki, o hədislərdə var ki, bəzi vaxt insanların dili, dodağı quruyar, ağızlarına zəqqum tökülər cəhənnəm atəşində. İnsan biraz onu bir zərrəsini özündə hiss eləyir. Mübarək Ramazan ayının çox töhfələri var. Allaha həmd olsun, Allah bizə bu ayı nəsib eləyir. Allah həsrətində olanların hamısını nəsib eləsin. Gəlsinlər Ramazan ayını, qorxmasınlar oruçdan. Bəzi insan xovf var, qorxur ki, məsələn, mən ölərəm oruç tutursam. Vallahi ölüm yoxdur. Əgər insan ölsəydi, Allah onu əmr eləməzdi. İnsan yetər ki,
bu aya şövqdən daxil ola, bu ayın hikmətini də qəlbində dərk eləyə. O böyük töhfədir insana. Allah qəbul eləsin inşallah. Amin inşallah. Allah bütün arzusunda olanlara, tuta bilməyənlərə də nəsib eləsin. Bir daha təşəkkür edirik gəldiyiniz üçün. Çox sağ olun deyirik. Sonda əgər bir duanız varsa bizim tamaşaçılara qəlbinizdən keçən bir duanı edərdiniz. Allah Taala bütün xəstələrə öz böyüklüyünə, mərhəmətindən şəfa versin. Amin. Bütün iltimas dua deyən əzizlərimizin hacətlərini, müşküllərini həll eləsin. Amin. Ölkəmizə sülh, əmin-amanlıq gətirsin inşallah. Allah Taala ən əsası budur ki, bizi bu yolda, ömrümüzün sonuna qədər bizi bu yolda qərar versin. Dünyamızı dəyişəndə müsəlman, mömin, iman əhli kimi bu dünyadan köçək gedək inşallah. Amin. Çox sağ olun, təşəkkür edirik. Əziz tamaşaçılarımız, bugünkü verilişimiz də burada yekunlaşır. Sabah axşam əlbəttə ki, eyni ünvanda yenə mənəviyyat dolu, gözəl söhbətlərlə, dəyərli ruhanilərlə sizin görüşünüzə gələcəyik. Sağ olun, Allaha əmanət olun.